Mənim əzizlərim, 2026-cı il Dolça bürcü ilə davam edirik. Dolça bürcünü nələr gözləyir? Gəlin planetlərin tranzitlərinə baxaq. Deməli, Dolça bürcü ilin ən vacib dövrü 20 yanvarla 18 fevraldır. Sizin bürcünüzdə olacaq. Günəş və şəxsi güc dövrünüzdür. Yeni başlanğıclar üçün, şəxsi qərarlar üçün, özünüzü ön plana çıxartmaq üçün çox uğurlu bir vaxtdır. Yəni ilin ən vacib dövrüdür sizin üçün, Dolçalar. 1 yanvardan 30 iyuna qədər Jupiter xərçəngdə olacaq. İş mühiti, yeni iş imkanları, həyatında problemləri olanlar yaxşılaşmaya doğru gedəcəklər. Uğurlu olacaq, faydalı, dəstəkləyici bir tranzitdir sizin üçün. 30 iyundan 22 iyul 27-ci ilə qədər Jupiter şirdə olacaq. Evlilik, ortaqlıq, münasibətlər, müqavilələr daha çox önəm daşıyacaq bu dövrlərdə. Saturn isə il boyu Qoçda olacaq. Sizin ünsiyyət evinizdə sənədlər, təhsil, ciddi qərarlar vermək üçün çox önəmli il olacaq. Bu il sözlərinizə və imzalarınıza diqqət edin. Ən çətin dövr 15 fevraldan 10 aprel arasıdır. Birinci fazadır. İkinci faza isə 20 avqustdan 15 noyabrdır. Bu aralarda tələsik danışmaq olmaz. İmzalar atmaq, yəni ki, araşdırmadan olmaz. Mümkün qədər heç həmin vaxtlar imzalar atmayasınız. Neptun 1 yanvardan 26 yanvara qədər balıqlarda olacaq. 26 yanvardan ilin sonuna qədər isə Neptun Qoçda olacaq. Balıqlarda olduğu müddət, yəni yanvar ayında maliyyə məsələləri sizdə qeyri-müəyyən olacaq. 26 yanvardan sonra ilin sonuna qədər diqqət etməlisiniz maliyyə məsələlərinə, aldanma riski falan olmasın deyə. Sizin üçün diqqət etməli olan ay mart və sentyabr aylarıdır. Bu aylara diqqət eləyin. Pluton da il boyu Dolçada olacaq. Bu köklü dəyişikliklər, güc qazanacaqsınız. Mart, iyun, oktyabr, bir də noyabr ayları. Baxın, Dolçadadır. Bu aylar sizin üçün 20 illik bir dövrün başlanğıcıdır. Çox uğurlu aylardır. İl boyu Uran əkizlərdə olacaq. Gözlənilməz tanışlıqlar ola bilər, qəfil kiməsə aşıq ola bilərsiniz. Gəlin indi baxaq, kartlar nə deyir? Baxaq. Yanvar ayı. Yanvar ayı sizdə maddi mövzular ön planda olan aydır. Deməli, balansı qorumalısınız. Bu maddi mövzulardadır. Gəlir xərc balansınıza diqqət etməlisiniz. Sakit aydır, məhsuldar aydır. Maddi plan, yəni maddi mövzular ön plandadır. Saxta insanlardan uzaq olun. Fevral ayı Dolçalar üçün. Fevral ayı şəxsi qərarlarda biraz ağırlaşmalar ola bilər. Bu Saturnun təsiridir. Onsuz da düzələcək bu ağır vəziyyət. Saturnun təsirindəndir belə. Keçmişlə bağlı, ailə ilə bağlı məsələlərdə biraz ağır ola bilər. Amma pozitiv düşünək. Heç nə üçün tələsməyək, özümüzü sıxmırıq. Mart ayı Dolçalar. Qohumlarla mövzulara, ünsiyyətə diqqət etməliyik, sözlərə fikir verməliyik. Bu ünsiyyətlə bağlıdır. Ola bilər ki, hansısa bir söz deyərik, sonra özümüzü günahkar hiss eləyərik. Yəni sözümüz kiminsə, yəni sözlərimizə fikir verməliyik, sonra peşman olmayaq. Qohumlarla mövzularda biraz ehtiyatlı olmalıyıq. Sənədlərlə bağlı işlər ola bilər, yazışmalar ola bilər. Kontrollu olun, nəzarətdə saxlayın. Yəni ki, özünüzə inanın, kontrollu olun və nəzarətdə saxlayın. Aprel ayı. Aprel ayı. Uranın təsiri var, ani qərarlar verə bilərsiniz. Dolçalar üçün maliyyə ayıdır. Gözlənilməz xərclər ola bilər. Keçmişdə, yəni və yaxud da korporativ iş yerində keçmişlə bağlı fərqindəliklə rastlaşacaqsınız. Çox düşünmürsünüz, yəni ani qərarlar, riskli adımlar atmırsınız. May ayı. May ayı, ola bilər ki, ev xəyalınız var, ailə ilə bağlı, hansısa bir ev alırsınızmı, köç eləyirsinizmi, yer mi dəyişirsiniz? Bu baxımdan daxili rahatlama, dəstəkləyici aydır. Yeniliklərə, macəralara açıqsınız, axına buraxmısınız, xəyallarınız var, onların reallaşmağı may ayı sizin üçün uğurlu gəldi. İyun ayı, fikir versəz, ilin birinci yarısı çətin olacaq Dolçalar üçün.
xüsusən də 5-ci aya qədər. 5-ci aydan sonra demək olar ki, dolçalar üçün çox gözəl dövr başlayacaq. İyun ayı sevgi, yaradıcılıq, yenidən doğuş, dostluqlar, diqqət mərkəzində olacaqsınız, yeni tanışlıqlar. Özünüz o qədər diqqət mərkəzində olacaqsınız. Fikirlərinizi rahatlıqla paylaşanda hamı tərəfindən qəbul olunacaq. Zövqlü və açıq aydır. İyul ayı. İyul ayı tamamlanma, ümumiyyətlə hərəkətli aydır. Yorğunluğa diqqət etməliyik. Tamamlanma, sevgi məsələləri ön planda ola bilər iyul ayında. Avqust ayı. Avqust ayı münasibətlər ön planda olacaq. Öncə və sonranı müqayisə etmək kimi bir durumlar ola bilər. Və yaxud da qarşı tərəfdən qərar tələb oluna bilər. Bu evlilik ola bilər, ortaqlıq ola bilər, nəticə istəyə bilər. Tənbəllikdən uzaq olun. Bu ay qoy mənə zaman verin, düşünüm kimi şansınız olmayacaq. Çünki qarşı tərəf qərar tələb eləyə bilər. Yəni azacıq gərginlik olsa da həll edici ay sayılır. Sentyabr ayı dolçalar üçün. Sentyabr ayı artıq elə bir ki, nəfəs alırsınız. Fərqindəlik və tamamlanma hissidir. Bu ola bilər ortaq pulmu deyim, kreditmi deyim, borcumu deyim, onu tamamlamaq, bağlamaqla bağlı və yaxud da onunla bağlı müsbət addımların olmağı göstərir. Riskli maliyyə qərarlarından uzaq durursunuz sentyabrda. Oktyabr ayı. Oktyabr ayı sizin üçün yeni planlar, ruhən sağalma, yüngülləşdirici aydır. Artıq olanlardan uzaqlaşırsınız, ruhən sizdə yenilənmədir, yaxşılaşmadır. Qeyd edirsiniz. Bu planetlərin tranzitinə baxsaq, oktyabr ayı sizin üçün təhsil, səyahət, dünya görüşünə bağlı olan hadisələr ön planda olacaq. Keçirik noyabr ayına. Noyabr ayı. Bu ola bilər karyera, statusda zirvədə olacaqsınız. Görünürlük artar. Noyabr ayında xərcləriniz arta bilər. Sakitliyinizi qoruyun. Dava dalaşdan uzaq olun. Əslində bu kart çıxıbsa deməli sizin üçün güc və nüfus ayıdır. Dekabr ayı. Dolçalar. Sosial çevrəniz, gələcək planlarınız da dəyişikliklər baş verəcək. Ümidlidir, addımlar atırsınız, irəliyə doğru hərəkət edirsiniz. Dekabr uğurlu bir aydır. Yəni nailiyyətlər əldə edirsiniz. İl yaxşı notlarla bitirəcəksiniz. Ümumilikdə götürsək, dolçalar üçün iyun ayı sevgi, yaradıcılıq ayıdır. Maliyyədə diqqət ediləcək aylar aprel və sentyabr aylarıdır. Avqust ayı dolçalarda münasibətlərdə dönüş olacaq. Noyabr ayı isə dolçalar üçün karyerada uğurlu aydır. Gəlin indi bir kart çəkək, görək. Mələklər bizə dolçalar üçün nə mesaj verir? İşlər yolunda gedir. Çox çətin bir dönəmin sonudur. Səyahətə çıxa bilərsiniz. Sizin üçün yeni yol açılır. Ümid edirəm 2026-cı il dolçalar üçün uğurlu, xeyirli, şanslı il olacaq. Bu qədər mənim əzizlərim.